Əziz müəllimlər, bugünkü mövzumuz qısnama, bullying barədədir. Bullying uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış formasıdır. Güclülərin, yəni özündən zəifləri sıxışdırması, gücsüzlərə aqressiv davranışlar və hərəkətləri ilə müşahidə olunan davranış formasıdır. Bu aqressiv davranışlar son illərdə məktəblərdə tez-tez yayılıb. Yəni ki, bullying universal qəbul olunmuş tərifi yoxdur. Müxtəlif tədqiqatçılar bunu fərqli formada xarakterizə edirlər. Bir çox tədqiqatçılar bullyingi özünü müdafiə edə bilməyən şəxsə qarşı davamlı aqressiv davranış sərgisi kimi təsvir edirlər. Bəziləri isə bunu gücündən sui-istifadə kimi geniş mənada. İngilis kriminologu Farrington isə bunu aşağıdakı kimi tərif verir. Bullying güclü şəxsin zəif şəxslərə təkrarladığı psixoloji və ya fiziki əzabdır. Bullying yalnız məktəbdə deyil, hər yerdə və istənilən yaş dövründə müşahidə etmək olar. İstənilən halda bullying insana güclü psixoloji və fiziki travma verə biləcək qüvvəyə malikdir. Məktəbdə baş verən bullying daha ciddi xarakter daşıyır. Ona görə ki, bir çox hallarda yetkin insan psixoloji travmalardan müdafiə olunmaq, kifayət qədər inkişaf etmiş emosional intellektə malik olur. Lakin uşaqlar, yəni məktəblilər belə bir ağır yükü daşımaq hər zaman onlarda mümkün olmur. Bu da gələcəkdə bir çox faciə, fəsadların, hadisələrin baş verməsinə səbəb olur. Bullyingin baş vermə səbəbləri müxtəlif ola bilər. Etnik və milli mənsubiyyət, cinsi və dini müxtəliflik, öyrənmə çətinliklərinin olması, yaş fərqi, sosial status, ailə vəziyyəti, yaşadığı mühit, şəxsi nifaq, geyim tərzi, xarici görünüş, introvertlik. Bu faktorlar əsasında şagirdlər bullying olunan, həm də bullying edən şəxsə çevrilirlər. Bullyingə məruz qalmış şəxslərin xüsusiyyətləri. Bullyingə məruz qalmış şəxslərdə özünə qapanma, özgüvən əskikliyi və intihar halları baş verir. Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullying və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. Valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərərverici olduğunu öyrənməli, intihar riski olan uşaqlara kömək etməlidirlər. Bullyinglə bağlı statistikanı qeyd etmək lazımdır ki, il ərzində təxminən 4400 nəfər intihara cəhd edir. Məktəb şagirdlərinin 14%-dən çoxu intihar haqqında düşünür. Təxminən 7% isə cəhd edir. Psixoterapevt Jennifer Fried'in sözlərinə görə bullying yalnız qəzəb və alçaldıcı hərəkət deyil, bullying təkrarlanmaq, qurbanını qorxu və stres vəziyyətində qoymaq tendensiyasına malikdir. Bütün səbəbləri, statistikaları nəzərdən keçirdikdən sonra belə nəticə əldə etmək olar ki, bullying uşaqları öldürür. İntihar baş verdiyi yerdə qurbanın öldüyü yerə qədər hər məkanda dəyişikliyə, maariflənməyə, tərbiyəyə və düzgün yanaşmaya ehtiyac vardır. Bullyingin aşağıdakı növləri var. Məqsədinə görə məqsədli bullying, məqsədsiz bullying. Məqsədli bullying adından göründüyü kimi bullyingin qəsdən əzab vermək məqsədi ilə zorakılıq göstərməsidir. Bu növ bullyingdə bully xoşa gəlməyən insanı davamlı olaraq incitməkdən həzz alır. Deməli, məqsədli bullyingdən kimisə incitməkdən, əzab verməkdən həzz alır. Məsələn, deyək ki, məktəbdə bir şagirddən, Arifdən könülün xoşu gəlmir. Könül daimə Arifi cılız olduğu üçün onu məzəmmət eləyir, onu incidir. Məqsədsiz bullying, bullying hər zaman məqsəd yönlü şəkildə pislik etmək məqsədi daşımaya bilər. Bəzən insan bilmədən bulliyə çevrilir. Bu da məqsədsiz bullying adlanır. İstər valideynlər, müəllimlər də məqsədsiz bullying edə bilərlər. Valideyn istəmədən övladını, məsəl üçün, təhqir edə bilər. Müəllim istəmədən şagirdi təhqir edə bilər, kobud sözlərlə onu alçalda bilər. Bu məqsədsiz bullyingdir. Yəni buna düşünülməmiş, həm düşünülməmiş bullying də olur, məqsədsiz bullyingin növü, həm də tədris bullyingi. Düşünülməmiş bullying münasibətlə bağlıdır. Bəzən bullying prosesinə yəni əyləncə kimi baxır, oyun kimi baxır, onun qarşısındakı şəxsə vurduğu zərəri tam anlamır. Məsələn, Günel sinif yoldaşı Nurayın yaxın dostudur. Günel idman dərsində deyək ki, Yusifi tez-tez
Nurayı tez-tez vurur, ona yumruqluyur. Bu zaman Asif cavab qaytarmaq istəyir, lakin fiziki olaraq zəif olduğundan Günelə güc gələ bilmir. Günel bu prosesə oyun kimi baxır və düşünür ki, Nuray da onun kimi əylənir. Halbuki Nuray hər dəfə baş verən hadisədən məyus olur, özünü zəif və bacarıqsız hiss edir. Tədris bullinqi. Tədrisdə köməklik etmək məqsədi ilə düşünülməmiş formada şəxsin bullinqə məruz qalmasıdır. Bu proses şagird, müəllim, şagird, valideyn, şagird arasında müşahidə oluna bilər. Müəllim şagirdlərə deyək ki, hər hansı bir mövzu barədə məqalə yazmağı tapşırır. Yazılmış məqalələrlə tanış olur. Onlardan biri məqaləsi tam geniş əhatə olunmayıb, kəsaddır. Müəllimin diqqətini xüsusilə cəlb edir. Müzakirə zamanı daha çox həmin səhv yazan şagirdin səhvlərini çox qeyd edir. Nəticədə şagird müəllim, ancaq məni müzakirə etməyin deyə səslənir. Müəllim, mən yalnız sənin işini qeyd edirəm. Qeyd etmirəm deyir. Əlbəttə ki, müəllim buna dərinə inanırdı, lakin sinifdə digər şagirdlər də müəllimin yalnız o şagirdin səhvlərini qeyd etdiyini vurğulayırlar. Şagird çox çaşqın halda artıq arqumentlərini yox, özünü müdafiə etməyə başlamışdır. Baş verənlərin şagirdə nə dərəcədə emosional əziyyət verdiyi göz qabağındadır. Yəni bu nümunədə müəllim şagird qeyri-ixtiyari olaraq intellektual baxımdan bullying edir. Bullyingin göstərdiyi davranışa görə bullyingin aşağıdakı növləri var. Kiberbullying, fiziki bullying, şifahi, sosial bullying. Kiberbullying statistika müasir dövrümüzdə bu növ zorakılığın daha çox artdığını göstərir. Buna sosial şəbəkələr, mesajlar, statuslar vasitəsilə insanları alçatmaq, qorxutmaq həmən insanları, hesablarının sındırılması kiber zorakılığa aiddir. Fiziki bu bütün cəmiyyətin ən ciddi problemidir. Yalnız qurbana deyil, eyni zamanda digər şagirdlərə də təsir göstərir. Fiziki bullyinqə vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının uğurlanması da aiddir. Şifahi sözlərlə, buna verbal bullying də deyilir, qorxutmaq, sözlərlə alçatmaq, sosial şəxsin hansısa qrupdan, məsəl üçün WhatsApp qrupundan bir növ şagirdlərin çıxardılması və yaxud sinifdə qruplaşdırma yaratmaq, sinifdən təcrid etmək, ona qarşı çoxlu qruplaşmalar yaratmaq bullyingin sosial növünə aiddir. Qeyri-fiziki bullying dedik, verbal bullying, qeyri-verbal bullying, sosial bullyingə bölünür. Bullyingi törədən şəxsin birbaşa və ya dolayısıyla yolla təsirinə görə bullyingin növləri var. Vasitəsiz bullying, bullyingin bilavasitə özünün təcavüzü nəzərdə tutulur. Bu bullyingin bütün növlərində müşahidə edilə bilər. İstər fiziki, istər qeyri-fiziki. Vasitəli bullying artıq özü eləmir. Üçüncü şəxs tərəfindən həyata keçirilir. Məsəl üçün, riyaziyyat fənnindən Şahin sinifin akademik göstəricilərinə görə ən uğurlu şagirddir və müəllimin sevimlisidir. Müəllim hər zaman onu sinif yoldaşları qarşısında tərifləyir, onun necə yaxşı şagird olduğunu vurğulayır. Sabirin Şahindən xoşu gəlmir, onu daima incitmək istəyir. Amma bunu özü etmir. Bunun üçün o öz dostuna müraciət edir. Baxın, üçüncü şəxs tərəfindən. O da Şahini tez-tez verbal və qeyri-verbal bullyingə məruz qoyur. Xüsusi bullying dedik, kiberbullyingdir. Yəni kiberbullying hakkerlərin davamlı olaraq internet üzərindən şəxsi elektron cihazlarını sıradan çıxarılması, yəni ki, statuslarda kiməsə qarşı xoşa gəlməz şikayətlər yazmaq, onu təhqir etmək. Statistikada, yəni müasir dövrümüzdə bu növ zorakılıq daha çox artır. Yəni ki, bilirik ki, sosial şəbəkələr daha geniş yayılıb, İKT dövrüdür. Hər kəs sosial şəbəkədən çox istifadə edir. O sosial şəbəkələrin mesajlar vasitəsilə insanları alçatmaq, qorxutmaq, hesabların sındırılması kiber zorakılığa aid edilir. Bullyingi müəyyən etmək üçün şagirdlər arasında nifaq və adi konfliktlər bullyinglə qarışdırıla bilər. Bundan əlavə bir çox hallarda bullying hadisəsi gizli olaraq baş verdiyindən ətrafdakılar, yəni valideynlər, müəllimlər bunu hiss etmir. Bunun üçün məktəbdə şagirdlərin özünü sərbəst ifadə etmək üçün təhlükəsiz və pozitiv mühit yaradılmalıdır. Bütün məktəb heyətinin, məktəb direktorunun, müavini, psixoloq, köməkçi və texniki işçilərin bir-biri ilə əməkdaşlığı olmalıdır ki,
məktəbdə şagirdlər arasında olan bullinqi üzə çıxarılsınlar. Yəni şagirdlər arasında olan münasibətlərin üzə çıxarılması mümkün olsun. Şagirdlərin şəxsi portfolyolarının yaradılması, bura yalnız şagirdin akademik nailiyyəti deyil, eyni zamanda davranışı, digər şagirdlərin münasibəti, ailə vəziyyətinə əks etən sənədlər də daxil olmalıdır. Valideynlərlə əməkdaşlıq, valideyn şagirdin həyatında bilirik ki, mühüm yer tutan şəxsdir. Şagirdin davranışında ilk olaraq valideyn müşahidə etməlidir. Yəni övladın aqressiv, son zamanlar dəyişən aqressiv hərəkətlərindən, özünə qapanmasından, yəni bunu hiss etməlidir. Bu zaman valideyn bu haqda məlumatı övladına, sinif rəhbərinə bildirməlidir. Bunun üçün valideynlərin sərbəst formada məktəb heyəti ilə, övladları ilə əməkdaşlıq etməsinə şərait yaradılmalıdır. Esse yazmaq, Azərbaycan dili və digər xarici dil dərslərində, əsasən də sinif saatlarında müəllim dərsin bir hissəsi kimi bullying, şagirdlərin bir-birinə münasibəti və haqqında esse yazdırmalıdır. Yəni burada şagird öz fantaziyasına əsasən hadisə uydura bilər. Ona görə tapşırıq verilən zaman şagirdlərə hadisənin həqiqətlərə əsaslanılması təlimatı verilməlidir. Bully öz davranışına agah olduğundan özü haqqında yazmaqdan imtina edə bilər. Başqa cür uydurulmuş hekayə yazmaq olar. Burada şagirdin səmimi davranması üçün müəllimin sinifdə mühakimədən uzaq mühit yaratması lazımdır. Bullyingə məruz qalan şəxs hamı biləcək və vəziyyət bir daha da kəskinləşəcək. Qorxusu qarşısında öz başına gələn hadisəni yazmaya da bilər. Burada konfidensiallığın, yəni gizliliyin qorunacağını şagirdlərə əmin etmək vacibdir. Anonim sorğu. Əvvəlcədən hazırlanmış anketə əsasən sorğu apararaq bullyingi müəyyən etmək olar. Məqsəd yönlü, incitmək, davamlı, müddət, güc, provokasiya. Məqsəd yönlü şəkildə, yəni bu sorğu nümunəsidir. Bully və bullilərin şəxsi incitmək məqsədi olubmu? Bunu niyə etdin? O bunu qəsdən etdimi? Məsəl üçün incitmək. Bullingə məruz qalan şəxs bu və ya digər formada zədə alıbmı? Bully bundan xəbərdardırmı? Bu cür sorğu nümunələri ilə bullingi və yaxud bullingə məruz qalan şəxsi ayırt etmək mümkün olar. Verilən anket nümunə xarakteridir. Bullingin açar terminləri əsasında hər bir müəllim öz sorğu anketini hazırlaya bilər. Ümumiyyətlə, bullingi üzə çıxarmaq kifayət qədər mürəkkəb prosesdir. Burada yalnız bir yanaşmadan istifadə səhv nəticələrin çıxarılmasına səbəb ola bilər. Önəmli məqamlardan biri konfidensiallığın qorunmasıdır. Bulling halı aşkarlanan zaman bullingə məruz qalan şagirdlərin və bullinin anonim qalmasını, yəni gizliliyini təmin etmək lazımdır. Bullingin qarşısını alma yönləri. Bullyingi müəyyən edilməsi çətin olduğu qədər onun qarşısını alınması da mürəkkəb prosesdir. Burada kompleks yanaşma çox əhəmiyyətlidir. İstənilən halda yadda saxlamaq lazımdır ki, bullying aşkarlanan zaman bullinin cəzalandırması əsas çıxış yolu olmamalıdır. Belə halda bulliyə qarşı aqressiyanın göstərilməsi ümumiyyətlə yol verməzdir. Bu vəziyyətin daha da şiddətlənməsinə səbəb ola bilər. Hər bir halda bullinin davranışının səbəbini araşdıraraq, buna əsasən tədbirlərin seçilməsi daha düzgün hesab edilir. Hər bir bullinin içərisində nə vaxtsa psixoloji travma almış şəxs gizlənir. Hətta bəzi hallarda qınaq obyektinə çevrilən bulli özü bullingə məruz qala bilər və bullingə məruz qalmış şəxs özü bulliyə çevrilə bilər. Bu baxımdan bulliyə fəlakət mənbəyi kimi baxmaq yox, ona şəfqət hissi və empatiya ilə yanaşaraq kömək etmək əsas məqsədimiz olmalıdır. Bullingin qarşısının alınması üçün istifadə olan strategiyalar mənəvi dəyərlərin aşılanması, yəni hər birimizdə kimisə incitmə potensialı var. İnsanlar müəyyən mühitdə hər hansı bir təsirdən, tərbiyə, inanc, dünya görüşü, kiminsə təsiri altına düşmək, yaşanmış psixoloji travma insanı bulliyə çevirə bilər. Belə olan halda insanın mənəvi dəyərləri nə dərəcədə dərin olarsa, onun müxtəlif təsirlərdən bulliyə çevrilmə ehtimalı bir o qədər az olar. Bunun üçün müəllim şagirdlərlə instinkt üzərində iş, müxtəlif dilemmalar, real təcrübə, məsəl üçün uşaqlar evinə aparmaq, qocalar evinə baş çəkmək, yəni müəllim burada rol model olması kimi strategiyalar şagirddə mənəvi dəyərlərin aşılanması üçün olduqca vacib faktordur. Emosional intellektin inkişaf etdirilməsi onların müxtəlif çətin şəraitdə baş verən hadisələri rasional qiymətləndirərək düzgün reaksiya verməyə kömək edir. Emosional intellektin hər sahəsinə uyğun sualların
şagirdlərə ünvanlanması və müzakirəsi şagirdin mənəvi sağlamlığını təmin edir. Buzqıran strategiyalarına istifadə bilirik ki, buzqıran strategiyaları şagirdlərin bir-birinin hobbisi, bir-birinin maraqlarını, bir-birini yaxşı tanıması üçün müəyyən olan bir strategiyadır. Şagirdlərin bir-birini tanımasını təmin edir. Bu da onlar arasında empatiyanın yaranmasına şərait yaradır. Valideynlərlə əməkdaşlıq və onların maarifləndirilməsi, bu həm bullyinqi müəyyən edilməsi, həm də qarşısını almasına əsas strategiyalardan biridir. Valideynlər şagirdlərin psixoloji vəziyyəti, onların xarakteri haqqında daha çox məlumatlı olurlar. Məktəb psixoloqu ilə əməkdaşlıq, yəni bullyingin qarşısını almaq üçün psixoloq məsləhətinin alınması, şagirdlərin maarifləndirilməsi, şagirdlərin bullying haqqında məlumatlandırılması mümkün qədər bu halın yaşanmasından əvvəl baş tutmalıdır. Şagirdləri maarifləndirərək bulliləri kəskin qınamaq və onlar haqqında aqressiv danışmaqla başlamaq olmaz. Bu negativ nəticələr verə bilər. Məktəbdə baş verən bullying hadisəsinin təsviri ilə başlamırıq. Bu bullini və bullying olan şəxsləri qorxudaraq özlərinə qapanmasına səbəb ola bilər. Müzakirə üçün düzgün vaxt seçmək lazımdır. Əgər sinifdə şagirdlər bir qədər narahat və səs-küylüdürsə, bunu daha uyğun vaxtda saxlamaq məsləhətdir. Bullying haqqında məlumat aqressiv şəkildə verilməməlidir. Bu bulliyə qarşı ciddi aqressiya törədə bilər. Ona görə bu mövzu şagirdlərə mümkün qədər yumşaq formada çatdırılmalıdır. Şagirdlərə bullyinglə bağlı videoların göstərilməsi onların mövzunu daha yaxşı anlamasına kömək edər. Maarifləndirmə aparılması üçün şagirdlərin buna hazır olmalarına əmin olmaq lazımdır. Bullying baş verdiyi zaman ilk növbədə tərəflər arasında münasibətlərin sakitləşməsini təmin etmək lazımdır. Maarifləndirmə prosesinin əsas məqsədi tərəflər arasında məhsuldar ünsiyyətin qurulmasına nail olmaqdır. Rollu oyunlarla şagirdləri maarifləndirmə onlara bu fenomeni daha yaxşı anlamağa kömək edir. Şagirdlər bullying haqqında məlumatlı olduqda onlar özləri bullyingin qarşısını alan vasitəyə çevrilirlər. Olveyer'in apardığı tədqiqatlar göstərir ki, bu mövzuda maarifləndirilmiş şagirdlər kənardan bullyingin şahidi olduqda hadisəyə müdaxilə edir və bullyingin qarşısını alır. Bu davamlı olaraq baş verdikdə bullinin davranışı tənzimlənir. Şagirdlər məlumatlı olmadıqda isə belə hadisələrlə rastlaşdıqda bunun hansı fəsadlarla nəticələnəcəyindən agah olmadıqlarının hadisəni görməzdən gələ bilərlər. Müəllimin rol model olması. Bildiyimiz kimi şagirdlərdə xarakterin formalaşmasında müəllimin təsiri böyükdür. Müəllim rol model olduğundan onun davranışı birbaşa şagirdlərə təsir edir. Bu baxımdan müəllimin davranışında diqqətli olması çox vacibdir. Bəzən bunu etmək asan olmur. Belə ki, bir çox hallarda davranışlarımızın ətrafa necə təsir etdiyini dərindən analiz etmirik. Nəticədə qarşımızdakı insanı bilmədən bullying etmiş oluruq. Bunun üçün ilk növbədə müəllimin bullying haqqında maariflənməsi əhəmiyyətlidir. Bundan əlavə müəllimin emosional intellektinin yüksək inkişaf etməsi, dərin mənəvi dəyərlərə malik olması, öz davranışlarını daim refleksiya edərək nəticə çıxarması zəruri faktorlardandır. Müəllimlik həssas yanaşma tələb edən sənətlərdən biridir. Müəllim olmaq yalnız şagirdlərə informasiyanı ötürməkdən ibarət deyil, şagirdə tərbiyə vermək, onun xarakterinin formalaşmasını təmin etməkdir. Yüksək insani keyfiyyətlərə malik, iradəli, mənəvi gücü, savadlı şəxslərin yetişdirilməsi üçün müəllim daim özünü təkmilləşdirməyə, biliyini və mənəvi dəyərlərini zənginləşdirməlidir. Unutmaq olmaz ki, müqəddəs olan müəllim yox, müəllimlik peşəsidir.